Salamlar bir daha. Bəli. Değerli müəllimlər, biz bugün sizə izah edəcəyimiz hissə qiymətləndirmə ilə bağlıdır. Qiymətləndirmə ilə bağlı biz nə deyə bilərik? Əgər xatırlayırsınızsa, biz sizə kurikulumun ilk dərsini keçəndə biz demişdik ki, kurikulum konseptual sənəddir. Kurikulum ona görə konseptual sənəd adlanır ki, daxilində bir istiqamətə xidmət edən müxtəlif istiqamətləri birləşdirir. Bu hansı istiqamətlər idi? Təhsilin məzmunu idi, təhsilin təşkili idi, bir də təhsilin qiymətləndirməsi idi. Biz bugünə qədər keçdiyimiz hissələrdən deyək ki, təhsil mənasında yox, fənn mənasında baxdıqda belə fənni məzmunu hissəsini keçdik sizə. Fənni məzmun hissəsində biz nələrlə tanış olmuşuq? Biz orada ümumi nəticələri ilə, məzmun xətləri ilə, əsas standart, alt standartlarla tanış olmuşuq. Eyni zamanda məzmun standartının biri və fəaliyyət kateqoriyaları ilə tanış olmuşuq. Eyni zamanda fəaliyyətin daxilində biz deməli, taksonomiyalarla tanış olmuşuq və s. Ondan sonra isə biz təlimin təşkili hissəsinə gəldik. Bu zaman biz təlimin təşkilinə verilən tələblərdən danışdıq, iş formalarından danışdıq, dərsə cəlb olunmadan danışdıq, təlimin üsullarından danışdıq, eyni zamanda o dərsin planlaşmasından danışdıq, təfəkkürün növlərindən danışdıq və onların da hamısını paralel olaraq testlərini yerinə yetirdik. Ən son diferensial yanaşma testlərini yerinə yetirmişik və ondan sonra isə təlimi modelləri üzərində işləmişik və onun testlərini də növbəti dərsə qədər sizə tapşırmışıq. Bugün isə biz onun üçüncü hissəsinə qədəm qoyacağıq. Bu üçüncü hissə adlanır, deməli, qiymətləndirmə hissəsi. Mən burada ekran paylaşımı eləyirəm. Bu sizin üçün də rahat olsun, uyğun olsun. Aha, ekranı görünür hamısı. Bəli. Bəli, əla. Deməli, biz qiymətləndirmə haqqında təbii ki, bütün mövzunu bir dərsdə keçə bilməyəcəyik, amma biz əsas hissələrin izahını təqdim eləyəcəyik və hansı hissə çatmadısa vaxtımız mənasında və ya izah mürəkkəbliyi mənasında biz onu növbəti dərsimizdə tamamilə yekunlaşdıracağıq. Bununla bağlı bizim əlavə izahlarımız da var. Ehtiyac olsa həmin izahları da biz sizə göndərəcəyik. Deməli, biz bugün keçəcəyik qiymətləndirmə hissəsi ilə bağlı. İlk öncə biz nəyi bilməliyik? Yəni, testdə bəzən düşə bilir ki, məktəb daxili qiymətləndirmənin soruşulur ki, hansı komponentləri vardır? Baxın, komponentləri. Demirəm, növləri, demirəm, istiqamətləri, komponentləri vardır. Əgər belə bir sualla qarşılaşsanız, bu istər məktəbə qədər müəssisədə olsun, istər ümumi təhsil müəssisəsində olsun, həmişə 3 komponent kimi biz bunu qəbul edirik. Bu hansı komponentlərdir? Birinci komponent gedir şagird irəliləyişlərinin monitoringi. İkinci gedir kurikulum üzrə qiymətləndirmə. Üçüncü isə adlanır təhsil pillələri üzrə yekun qiymətləndirmə. Baxın, bu 3 dənə hissə ki var, bunlar gedir məktəb daxili qiymətləndirmənin komponentləri. Buraya qədər aydındır. Yəni, çoxlu komponentlər verilə bilər. Siz sadəcə bunun açıqlamasının testdə bir izahı olmur. Açıqlaması geniş mövzular ola bilər. Amma bu 3 hissəni yadda saxlayın ki, məktəb daxilində qiymətləndirmənin 3 komponenti olur. Şagird irəliləyişdən monitoringi, kurikulum üzrə qiymətləndirmələr
bir də təhsil pillələri üzrə yekun qiymətləndirmə. Bura qədər aydındırmı? Bəli. Aha. Bəli. İndi bu hissəni mən siləcəyəm. Növbəti bir hissəyə başlayacağıq. Qiymətləndirmənin istiqamətləri. Qiymətləndirmənin istiqamətləri. Biraz belə genişlədim. Biraz bunu böyüdüm ki, aydın olsun. Qiymətləndirmənin istiqamətləri. Qiymətləndirmənin istiqamətləri dedikdə, buraya aiddir milli qiymətləndirmə. Buraya aiddir beynəlxalq qiymətləndirmə. Buraya aiddir məktəb daxili qiymətləndirmə. Baxın, bunlardan əlavə yekun qiymətləndirmə adlı bir qiymətləndirmə də var. O da bir dördüncü istiqamət kimi bura qoşulub, amma funksional hissə olmadığına görə biz yenə də əsasən bu üç qiymətləndirməni daha çox təqdim edirik. Amma testdə görsəniz yekun qiymətləndirmə adlı qiymətləndirmə də varsa, o da qiymətləndirmənin istiqamətlərinə aiddir. Burada özəlliklə nəyə diqqət edin? Bu istiqamət sözünə diqqət edin. Bunu mən ayrı rənglə göstərirəm ki, qiymətlənmənin istiqaməti deyəndə bu üç hissədən söhbət gedir. İndicə biz bunları izah etməyə çalışacağıq. Gəldik milli qiymətləndirməyə. Milli qiymətləndirmə nədir? Milli qiymətləndirmə ölkə daxilində verilən elə qiymət, elə istiqaməti ifadə edir ki, həmin istiqamət respublika daxilində bir etalon səviyyəni əmələ gətirir və bu səviyyə bütün respublikada eyni şəkildə qəbul olunur. Məsələn, milli qiymətləndirmənin ən bariz nümunəsi attestat sənədidir. Deyək ki, mən Lənkəranda attestatımı götürüb, məsələn, Şəki şəhərinə gəlsəm, oxumaq istəsəm, mənim attestatım orada qəbul olunur. Şəki şəhərində soruşmayacaqlar ki, sən Lənkəranda hansı məktəbi bitirmirsən, sənə hansı müəllimlər dərs deyil, səndə summativlər nətər keçirilir. Niyə? Çünki attestat sənədi milli qiymətləndirmə sayılır. Şəhadətnamələr milli qiymətləndirmə sayılır. Milli qiymətləndirmə Azərbaycanda 5 ildən bir keçirilir. Dünyanın əksər ölkələrində isə 4 ildən bir keçirilir. Bizdə bəs haçan keçirilir? Hər bir şagird 4-cü sinifdən 5-ə keçəndə, bir də 9-cu sinifdən 10-a keçəndə 2 dəfə imtahan verir. Əvvəllər bilirsiniz, 4-cü sinifdə, 5-ci sinifə qədər olan imtahanı məktəblər özləri təşkil edirdi. Amma son 2 ildə, yəni Təhsil Nazirliyi səviyyəsində bu həyata keçirilir. Məktəblilər 4-cü sinifdən 5-ci sinifə qədər imtahan verirlər. 9-cu sinifdən də 10-cu sinifə keçəndə imtahan verirlər. Deməli, hər bir şagird neçə dəfə iştirak edir? 2 dəfə iştirak edir. Neçə ildən bir? 5 ildən bir. Amma Türkiyədə 4 ildən birdir. Niyə? Türkiyədə bilirsiniz də məktəb sistemi 12 ildə idi. Bir 4-cü sinif deyək ki, bizim bildiyimiz ibtidai sinifdirsə, orada 5-8-ci sinif, yəni orta hissəni əmələ gətirir. 9, 10, 11, 12-ci sinif isə yuxarı hissəni əmələ gətirir. Və bunlar 4 il, yəni bizdə əgər şagird 4-cü sinifdən 5-ci sinifə keçəndə, 9-dan 10-a keçəndə imtahan verirsə, biz Türkiyə modeli ilə baxanda onlar 4-dən 5-ə keçəndə, bir də 8-dən 9-a keçəndə imtahan verirlər. Yəni onlarda və Amerikanın özündə 4 ildən birdir. Bizdə isə 5 ildən birdir. Ona görə biz bəzən deyirik ki, 4-5 ildən biri ki, tam şəkildə uyğun olsun. İndi burada məsələ nədir? Milli qiymətləndirmə dedikdə, yəni söhbət ondan getmir. Məsələn, 2025-də keçirilibsə, bir də 2030-da keçiriləcək, xeyr. Bu hər il həyata keçirilir. Niyə? Hər il 4-cü sinifdə oxuyan uşaqlar olur, hər il 9-cu sinifdə oxuyan uşaqlar olur.
Eyni bir şagird 5 ildən bir həyata keçirilir. Buraya qədər aydındırmı? Bəli, müəllim. Aha. Milli qiymətləndirmənin əsası hansı qiymətləndirmə ola bilər? Əlbəttə ki, summativ qiymətləndirmə. Niyə? Summativ qiymətləndirmə jurnala yazılan yeganə qiymətləndirmədir. Summativ qiymətləndirmə, deyək ki, yarım ilin qiymətinin çıxarmasında əsas qiymətləndirmədir. Yəni, formativ də jurnala yazılmır, sinif jurnalına, diaqnostik qiymətləndirmə də jurnala yazılmır, sinif jurnalına. Ona görə də milli qiymətləndirmənin kökü summativdən asılıdır. Bu oldu milli qiymətləndirmənin bir hissəsi ilə bağlı. Milli qiymətləndirmə həyata keçirilir Təhsil Nazirliyi tərəfindən və yaxud onun müəyyənləşdirdiyi xüsusi qurumlar tərəfindən, xüsusi institutlar tərəfindən, xüsusi, yəni bunun üçün müəyyənləşdirilən xüsusi şöbələr tərəfindən həyata keçirilir. Gəldik ikinciyə. İkinci nədir? Beynəlxalq qiymətləndirmə. Beynəlxalq qiymətləndirmə ölkənin beynəlxalq arenada rəqabətliliyini, hətta müqayisəsini həyata keçirmək üçün daha çox həyata keçirilir. Çünki dünya ölkələri bir-biri ilə rəqabətdədir. Təhsil sistemlərini bir-birinə uyğunlaşdırmağa çalışırlar. Sadə dildə desək, məsəl üçün, Azərbaycanlı bir məktəbli 5-ci sinifdən çıxıb Almaniyada 6-cı sinifə qəbul olunursa, təbii ki, Alman təhsil sistemi bu reytinqə baxmalıdır ki, Azərbaycan təhsil sistemi onunla eyni səviyyədədirmi, yoxsa ondan geridirmi, yoxsa ondan irəlilədirmi? Bunun beynəlxalq ölçülməsi üçün beynəlxalq qiymətləndirmələr təşkil olunur. Beynəlxalq qiymətləndirmələr müxtəlif cür olur, müxtəlif formada həyata keçirilir. Beynəlxalq qiymətləndirmənin müxtəlif növlərində Azərbaycan da təmsil olunur. Bəs Azərbaycan hansında təmsil olunur? Əvvəlcə bunların adlarını mən qeyd edeyim. Azərbaycan təmsil olunur TIMSS qiymətləndirməsində. Azərbaycan təmsil olunur PIRLS beynəlxalq qiymətləndirməsində. Azərbaycan təmsil olunur PISA beynəlxalq qiymətləndirməsində. İndi TIMSS-dir, PIRLS-dir, PISA haqqında sizə indi digər məlumatı da təqdim edirəm. Deməli, mən sizə keçən dəfə PDF atmışdım. Ekranda görürsünüzmü həmin PDF-i? Bəli, müəllim. Aha. Deməli, burada beynəlxalq qiymətləndirmə haqqında mənim əlavəm var və yazmışam ki, ümumi təhsil sahəsində Azərbaycan TIMSS, PIRLS və PISA qiymətlənmə proqramlarında iştirak edir. TIMSS, yəni başlıq TIMSS-dir. Bu nə deməkdir? Trends in International Mathematics and Science Study. Riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə proqramıdır. Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq assosiasiya tərəfindən həyata keçirilir. İlk dəfə 1995-ci ildə təşkil olunub. Toplamda 7 dəfə təşkil olunub. Azərbaycan 2 dəfə orada iştirak edib 2011-2019-cu illərdə. Şagirdlərin nailiyyətlərində məktəb və ev mühitində təhsili haqqında olan məlumat əldə olunur və STEM fəlsəfəsi, STEM-dən xəbəriniz var da, yeni qurulan məktəblərdə STEM laboratoriyaları var. Orada fizika, kimya, incəsənət, texnologiya birləşir. Şagirdlər orada nələrsə düzəldir, dronlar idarə eləyir, robototexnika ilə məşğuldur və s. Bunlar hamısı TIMSS tərəfindən qiymətləndirilir. Məsələn, Azərbaycanın STEM yarışlarına, müsabiqələrinin qoşulması nəticəsində əldə etdiyi xallar, reytinqlər bu qiymətləndirmədə Azərbaycanın mövqeyinə təsir göstərir. İndi sizə əslində burada lazım deyil, Azərbaycan neçə dəfə iştirak edib. Sizə sadəcə lazımdır ki, TIMSS qiymətləndirməsi nəyi yoxlayır? Riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmədir. STEM fəlsəfəsi bura aiddir. Bunu bilsəz bəs eləyir. İkinci qoşulduğumuz əsas qiymətləndirmə, beynəlxalq qiymətləndirmə hansıdır? PIRLS. PIRLS nəyin açılışıdır? Progress in International Reading Literacy Study. Yəni, beynəlxalq tədqiqat oxu və mətni anlama keyfiyyətinin araşdırılmasına xidmət edir. PIRLS beynəlxalq qiymətləndirilməsi 4-cü sinif şagirdlərinə aiddir. Azərbaycan 2011, 2016, 2021-ci illərdə burada iştirak etmişdir və 5 ildən bir həyata keçirilir. Bu, dünya üzrə 4-cü sinif şagirdlərinin müqayisəsini aparır, oxuyub anlamanı yoxlayan qiymətləndirmədir.
Gəldik üçüncü qoşulduğumuz əsas qiymətləndirmə PISA proqramı. Program for International Student Assessment bütün dünya üzrə məktəblilərin funksional savadlılığını və bilikləri praktikada tətbiq etmək bacarığını əhatə edir. Əsasən bunu qiymətləndirir. 15 yaşlı uşaqlara aiddir. 15 yaşlı uşaqlar bizim normal məktəblərdə 9-cu sinif şagirdlərinə uyğun gəlir. Dünyada elə ölkələr var ki, 8-ci sinifə uyğun gələ bilər. Ona görə burada siniflə yox, yaşla qoyulub. 15 yaşlı uşaqlar 3 ildən bir qiymətləndirilir. Bəs bu şagirdlər necə seçilir? Random sistemlə deyək ki, 10 və ya 15 məktəb müəyyənləşdirilir. Onlardan 9-cu sinif şagirdləri dəvət olunur, yəni bütün formatda. Yəni məktəbin bütün şagirdləri demək olar ki, cəlb olunur prosesə. Toplamda məsələn 1000 nəfər, bəzən 1500 nəfər iştirak edə bilir. Və onlar arasında riyaziyyat üçün tələb olunan bacarıqları yoxlayırlar, təbiət elmləri üçün tələb olunan bacarıqları yoxlayırlar, oxu bacarıqları ilə bağlı vəzifələri yoxlayırlar. Demək, 3 istiqamətdə yoxlama prosesi gedir: riyaziyyat, təbiət, bir də oxu. PISA nəticələrinə görə ən yaxşı orta təhsil Asiyada Çinə məxsusdur. Yeri gəlmiş bilirsiniz ki, Azərbaycan bu yaxında Çin hökuməti arasında müqavilə bağlandı. Yəni, bu təhsil sahəsində də əməkdaşlıq köməyini göstərəcək və bu üstünlük bizə də təsir göstərəcək. Ən yaxşı orta təhsil Asiyada Çinə aiddir. Avropada isə Finlandiyaya məxsusdur. Azərbaycan PISA qiymətləndirməsində 3 dəfə iştirak edib. İndi bu yeni bir təşəbbüslərdir. Amma burada nə ortaya çıxıb? Nəticələrə əsasən açıq tipli tapşırıqlarda, inteqrasiya tələb edən tapşırıqlarda şagirdlərimizin nəticələri hələ ki güclü deyil. Yəni, hələ ki zəif olduğu müəyyən olunub. Bu da onunla bağlıdır ki, bəzi qiymətləndirmələrimiz sırf əzbərçilik üzərində qurulub, təfəkkürə əsaslanan suallar veriləndə əzbərçi təfəkkürə malik şagirdlər o açıq suallara, yəni məntiqli cavab tapmada çətinlik çəkir. Əzbər cavab verə bilir, amma təfəkkürə əsaslananda çətinlik çəkə bilir. Bu da yəqin zaman-zaman proqram düzgün tətbiq olunarsa orta məktəbdə, kurikulum tətbiqi düzgün şəkildə gedərsə, bunlar hamısı qaydasından düşər. Yəni, bugün əsas problem kurikulumun tətbiq olunması deyil, tətbiq olunmamasıdır əsasən. Çünki ya yanlış tətbiq olunur, ya ümumiyyətlə tətbiq olunmur, amma biz ondan nəticə gözləməyə çalışırıq çox vaxtı. Əksər vəziyyət bundan ibarətdir. Bu oldu beynəlxalq qiymətləndirmələr haqqında. Deməli, beynəlxalq qiymətləndirmə haqqında ümumiləşdirsək, biz nə deyə bilərik? Ölkənin dünya üzrə müqayisəsini təşkil edir və bu müqayisə əsasında deyək ki, hansı hissələr üzərində işlənilməlidir, bu istiqamətə köməklik göstərir, hansı hissələrdə boşluqlar var, o istiqamətə deyək ki, düzəlişdən olunmasına ehtiyac olduğunu göstərir. Bu oldu beynəlxalq qiymətləndirmə. Beynəlxalq qiymətləndirməni hansı təşkilatlar həyata keçirir? Yəni, əlbəttə ki, beynəlxalq təhsil təşkilatları. Burada artıq beynəlxalq təşkilatlar önəmli rol oynayır. İndi Azərbaycanın istər pandemiya dövründə, istər post-pandemiya dövründə təşkil etdiyi bir sıra onlayn konferanslar oldu ki, elə PISA proqramının rəhbərliyi belə orada təmsil olunurdu. Bu da çox üstünlükdür, çünki Azərbaycan artıq beynəlxalq təşkilatların diqqət mərkəzindədir təhsil sahəsində. Bu da əlbəttə ki, təhsilin inkişafı üçün, beynəlxalq təcrübənin cəlb olunması üçün, yəni əlverişli imkanlar ortaya qoya bilər. Bundan əlavə bilirsiniz ki, Azərbaycan beynəlxalq qiymətləndirmə kimi olmasa da, beynəlxalq layihələr kimi Sinqapur təhsil sistemindən də deyək ki, müsbətləri götürməyə cəhdlər göstərir. Hətta Azərbaycanda müəyyən nümayəndə heyəti bir müddətli Sinqapura ezan olunmuşdu Təhsil Nazirliyindən və orada müəyyən təcrübələri öyrənib, tətbiq etməklə bağlı. İndi bir sıra layihələr var. Hətta mən düşündüyümə görə və eşitdiyimə görə Cerebri layihəsi var. Cerebri layihəsi və Sinqapur təhsilinin deyək ki, əldə etdiyi və yaratdığı layihələrdən biridir. Ki, gələcəkdə artıq bu inteqrasiya olunmuş bu istiqamətlərə daha çox önəm veriləcəkdir. Bu oldu beynəlxalq qiymətləndirmələr haqqında. Buraya qədər aydındırmı? Bəli, müəllim, aydındır. Aha. İndi isə gəldik məktəb daxili qiymətləndirmə haqqında. Bunu da bir qədər fərqli rənglə biz göstərək.
Məktəb daxili qiymətləndirmə bəs nədən ibarətdir? Biz bu zaman bilirik ki, məktəb daxilində 3 cür qiymətləndirmə həyata keçirilə bilər. Bunlar hansıdır? Diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə, bir də summativ qiymətləndirmə. Biz bunlara ayrıca toxunacağıq növbəti dərslərdə, amma hazırda onlar haqqında məlumat verirəm. Bu məlumat nədən ibarətdir? Diaqnostik qiymətləndirmə şagirdi tanımaq üçün həyata keçirilən ilkin qiymətləndirmədir. Biz əgər diaqnostik qiymətləndirmə aparmasaq, şagirdi tanımayacağıq. Şagirdi tanımasaq, təlimi fərdiləşdirə bilməyəcəyik. Şagirdi tanımasaq, diferensiyasiyaya əməl edə bilməyəcəyik. Şagirdi tanımasaq, strategiya qura bilməyəcəyik. Ona görə diaqnostik qiymətləndirmə bərabərdir. Şagird yönümlülük prinsipi var idi. Təlimdə biz keçmişdik. Təlimin təşkilinə verilən tələblərdə şagird yönümlülük prinsipi keçmişdik. İcmal zamanı şagirdin nəzərə alınması və s. Bu hamısı diaqnostik qiymətləndirmə nəticəsində həyata keçirilir. Diaqnostik qiymətləndirmə deməli oldu ilkin səviyyənin ölçülməsi üçün. Diaqnostik qiymətləndirmə yarım ilin əvvəlində də ola bilər, bölmənin əvvəlində də ola bilər. Onun sayına limit qoyulmayıb. Hər müəllim öz sinifinə görə onu müəyyənləşdirə bilər. Çünki biz belə qəbul edirik ki, hazır halda proqram almaq düzgün deyil. Proqramı müəllim özü tərtib eləməlidir, öz sinifinə uyğun tərtib eləməlidir ki, o sinifdə həqiqətən də diaqnostikə ehtiyac varsa, o saatlar olur, bəzən bir dərsə 3 saat yazılır, bəzən 4 saat yazılır ki, dərs ilin sonuna qədər çatsın. Onu da 3 saat yazmaz, da 2 saat yazmaz, onların yerinə diaqnostik qiymətləndirmə sala bilər. Yəni ki, diaqnostik qiymətləndirməni planlaşdırmaq müəllimin özünə aid, müəllimin səlahiyyətinə aid məsələdir. Gəldik formativ qiymətləndirməyə. Formativ qiymətləndirmə isə şagirdi gündəlik izləmək üçündür. Mən sizə növbəti dərsdə formativin rubrikləri haqqında danışacağam. Formativin holistik rubriki necə həyata keçirilir, analitik rubriki necə həyata keçirilir, mən onu ilk dəfə sizə izah edəcəyəm, hansı ki, onu demək olar ki, həyata keçirtmirlər, amma çox effektiv bir prosesdir. Formativin həmin üsul və vasitələri biz onu öyrənəcəyik növbəti dərslərdə. Sadəcə bu dərsdə nəyi bilməliyik? Formativ şagirdi gündəlik izləmək üçündür. Şagirdi gündəlik izləmək üçün biz təbii ki, qiymətləndirmə və refleksiya mərhələsində müəyyən üsul və vasitələrdən istifadə edirik. Bu üsul və vasitələr fərqli ola bilər. Məsələn, buna çıxış biletləri də aiddir, rəy vermə qabiliyyəti də aiddir, yoldaş qiymətləndirməsi də aiddir, 3-2-1 üsulu sizə keçmişdik, o da aiddir. Yəni, bu günün sonunda biz şagirdi necə yoxlaya bilərik? Necə onun öyrəndiyi bacarığı, deyək ki, qiymətləndirə biləriksə, biz onu artıq formativlə həyata keçiririk. Formativ qiymətləndirmə və summativ qiymətləndirmə ikisi birlikdə təlimdə inkişaf yönümlülüyə xidmət edir. İnkişaf yönümlülük. Təlimin tələbləri var deyə, hansı ki, onlardan biri şagird yönümlülüydür. Şagird yönümlülüyə diaqnostik xidmət edirdi. Formativlə summativ isə xidmət edir inkişaf yönümlülüyə. Formativ qiymətləndirmə də jurnala yazılmır. Amma əsas qiymətləndirmə sayılır. Niyə əsas qiymətləndirmədir? Çünki müəllim şagirdin gündəlik izləməsini bununla təmin edir. Məsələn, şagird bugün deyək ki, qiymətləndirmə meyarında 3-cü səviyyəyə uyğun gəlir. Müəllim əgər formativi davamlı aparmasa, o bilməyəcək 3-cü səviyyə bu şagird üçün uğurludur, yoxsa uğursuzdur. Əgər formativi davamlı aparanda görür ki, bu dəfə 2-ci səviyyə idi, gələn dəfə 3-cü səviyyə oldusa, deməli bunda irəliləyiş var. Yoxsa bugün 3-cü səviyyədir, gələn dəfə 2-ci səviyyə oldusa, bunda geriləyiş var. Və yaxud 4-cü səviyyədə 3-cü səviyyəyə düşürsə, bunda geriləyiş var. Deməli, formativ gündəlik aparılmalıdır. Müəllim özündə qeydlər eləməlidir. Formativ qiymətləndirmə haqqında həmin üsul və vasitəni biz sizə izah edəcəyik. Gəldik summativə. Əgər formativ
şagirdin, təhsil alanların məzmun standartlarının mənimsənilməsini izləmək üçün həyata keçirilirdisə, summativ qiymətləndirmə təhsil alanların məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçməyə xidmət edir. Və ikisinin də əvvəlində nə gedir? Məzmun standartlarının mənimsənilməsi. Birində izləmə gedir, biz onu görürük formativ, digərində ölçmə gedir, biz onu görürük summativ. Summativ qiymətləndirmə əsas qiymətləndirmədir. Biz summativi də sizə ayrıca keçəcəyik növbəti dərslərdə. Onun hazır düsturlarını, bugün həyata keçirilmə formatını sizə izah edəcəyik. Və onu qeyd edin ki, bugün orta məktəblərdə summativ düzgün həyata keçirilmir. Hər məktəbin öz qaydası var, amma bunun üçün standart qayda var. Bunun üçün hər bir məktəbin qaydasına ehtiyac yoxdur. Summativ qiymətlənmə qanunla tənzimlənir bütün qiymətləndirmələr kimi. Summativ qiymətləndirmə hazırlananda suallar 4 səviyyədə olmalıdır. Sualların 20% asan sual olmalıdır və bu 20 bal gətirməlidir. 30% orta asan olmalıdır, bu 30 bal gətirməlidir qanuna görə. 30% orta çətin olmalıdır və bu yenə 30 bal gətirməlidir. 20% isə ən çətin olmalıdır, 20 bal gətirməlidir. Demək, neçə səviyyə oldu? 4 səviyyə oldu. Ancaq biz bəzən görürük nədir? Məktəb summativ həyata keçirir. Deyək ki, elə sual qoyub ki, həmin sual bəlkə bir 6-cı səviyyə varlığını ortaya çıxarır və plus da ona da ayrıca bal verirlər. Deyirəm, axı, bu bal niyə digər ballardan fərqlənir? Deyir ki, müəllim, 100 bal düzəlmirdi, biz onu belə düzəltmişik. Amma əslində qayda elə deyil. Və yaxud, biz görürük ki, bəzi məktəblər 13 suallıq summativ edir. 13 suallıq summativ olmur. 11 suallıq da olmur. Hətta 15 suallıq da summativ olmur. Summativ elə sayda olmalıdır ki, onun 20% də tam ədəd olsun, 30% də tam ədəd olsun. Məsələn, 10 sual və yaxud 20 sual və yaxud 30 sual. Çünki qanun bunu deyir də. Qanun deyir ki, 20 sualın 20% asan, yəni 4 dənəsi asan, 30% orta asan, yəni ki, 6 dənəsi orta asan olmalıdır. 30% orta çətin, yəni yenə 6 dənə orta çətin, 20% ən çətin, yəni 4 dənə ən çətin olmalıdır. Axı, siz 15 dənə sual götürəndə 15-i 30% 4,5 eləyir. 4,5 sual ola bilərmi? Ola bilməz. Deməli, burada bilərəkdən və ya bilməyərəkdən vəziyyəti qəlizləşdiriblər. Müəllim summativdən qorxur, çəkinir ki, vay, mən summativ birdən düzgün yerinə yetirmərəm. Niyə? Çünki süni şəkildə bilməyərəkdən hər halda mürəkkəbləşdirilir. Məsələn, mən sual görürəm, 19 dənə sualıq summativ. Nə olardı ki, bir dənə də sual əlavə olunardı, 20 sual olardı. 19 dənə sual summativ ola bilər, yəni müəllimin vaxtı olmadı, bir dənə sual da əlavə eləsin. Və yaxud 13 dənə suallıq summativ. Bu da düzgün deyil. Mən bunu nəyə görə deyirəm? Biz sizə bunun qaydasını izah edəndə görəcəksiniz ki, bunun qaydası çox rahatdır, amma bunu mürəkkəbləşdiriblər. Müəyyən ya bilərək, ya bilməyərək və s. Bugün deməli biz sizə nəyi təqdim elədik? Qiymətləndirmənin komponentlərini təqdim elədik. Qiymətləndirmənin istiqamətlərini təqdim elədik. Dedik ki, milli qiymətləndirmə var, beynəlxalq qiymətləndirmə var, bir də məktəb daxili qiymətləndirmə var. Biz məktəb daxili qiymətləndirmənin 3 növü haqqında üstdən məlumat verdik, diagnostik, formativ, summativ haqqında. Amma növbəti dərsimizdə biz artıq onların daxilinə girəcəyik ki, diagnostik necə həyata keçirilir, formativ hansı rubriklər necə həyata keçirilir, summativin qaydası necədir və s. Onunla da biz tam şəkildə növbəti dərsdə çalışacağıq ki, qiymətlənmə bölməsini yekunlaşdıraq. İndi mən bu hissəni siləcəyəm. Daha bir hissəni sizə izah edəcəyəm. Bu hissəni silin mən. Aha. Qiymətləndirmənin prinsipləri var. Qiymətləndirmənin prinsipləri. Prinsiplər çoxdur əslində. Məsələn, mən öz vəsaitimdə prinsiplərdən danışanda etibarlılıq, orijinallıq, relevantlıq, praktiklik, məqsədə uyğunluq və s. qeyd edirəm. Qoyma olan adlarını yazın. Amma sizə daha çox lazım olacaq etibarlılıq, çünki bu il imtihana bu düşəcək.
Bir də validlik sizə daha çox lazım olacaq. Amma relevantlıq ikinci dərəcəlidir sizin üçün, orijinallıq ikinci dərəcəlidir sizin üçün, praktiklik, qiymətləndirməni dəyərləndirmə. Bu da sizin üçün ikinci dərəcəlidir. Sonra var məqsədə uyğunluq. Bu da sizin üçün ikinci dərəcəlidir. Amma mən bunları sizə izah eləyəcəyəm ki, biz sizə tam məlumat vermiş olaq. İkisi daha əsasdır. Mən bu ikisini burada işarələyirəm qırmızı rənglə. Onların izahını birinci təqdim edəcəyəm. İndi diqqətiniz məndə olsun. Səsim gəlirmi, aydın? Bəli, gəlir. Aha. Etibarlı nə deməkdir? Müəllimin verdiyi qiymət kim tərəfindən yoxlanılırsa yoxlansın, həmişə düz çıxmalıdır. Məsələn, Ceyhuna müəllimə qiymət verib, şagird deyək ki, həmin mövzuda, həmin bazarında 3-cü səviyyə ilə qiymətləndirilir. 3 ay sonra, 4 ay sonra komissiya gəlir, həmin bazarını yenidən yoxlayır, yenə də 3-cü səviyyə çıxırsa, deməli, Ceyhuna müəllimin verdiyi qiymət etibarlıdır. Kim yoxlayır, yoxlasın, həmişə düz çıxacaq. Yəni, orada güzəşt eləməyib, saxta qiymət verməyib və yalandan qiyməti azaltmayıb. Əgər belə bir hal varsa, başqası yoxlayırsa, qiymət yenə düz çıxırsa, biz buna deyirik, qiymətləndirmənin etibarlılığı. İkinci, validlik. Validlik nədir? Loridə sizə izah eləyəcəyəm. Validlik odur ki, sən şagirdə sual verirsən, şagird deyir ki, müəllim, axı bu sualın cavabı mövzuda yoxdur. Demək, sən nə eləmirsən? Mövzuda olmayan cavabın sualını verirsən. Demək, sən qaydanı pozmuşsan. Və yaxud orada nümunə var kitabda. İngilis müəllimi 40 dənə yeni söz keçibsə, verdiyi summativdə bu 40 sözdən kənar sözlərdən istifadə olunursa, demək, müəllim validliyi pozdu da, kənar sözlər, bu sözü axı keçməyib bu bölmədə. Demək, validlik odur ki, sən hansı mövzunu keçmirsənsə, o cavablar onun içində varsa, sən o cavablara görə sual qoymalısan. Sənin sualın mövzudan kənar olmamalıdır. Bu oldu validlik. Əsas iki bu prinsip sizə buyur düşəcək. Bəs relevantlıq nədir? Relevantlıq odur ki, sənin məqsədin nədirsə, qiymət ona xidmət edəməlidir. Məsələn, mən bugün yazı işinə qiymət verəcəyəmsə, niyə mən sizə oxu mətni verməliyəm ki? Axı, oxu mətni oxunu yoxlamaq üçündür. Yazı işinə qiymət verərəmsə, mən sizə imla keçirtməliyəm də, axı, imla ilə yazıya qiymət verə bilərəm. Orijinallıq nədir? Şagirdə verdiyin qiymət həyatda özünü göstərməlidir. Məsələn, şagird riyaziyyatda 5 alıb, mağazaya gedib çörək alanda, ona geri ödəniş pul qaytarılanda, ızdacı qaytarılanda pulu səhv qaytarırlar. Şagird də bundan xəbəri yoxdur, evə gəlir. Demək, ona verilən qiymət özünü doğrultmadı. O riyaziyyatda 5 ala bilər sinifdə, amma həyatdakı o qiymət deyil. Praktiklik nədir? Biz şagirdə qiymətləndirmənin bütün hissələrini şəffaf cəhətdən izah edirik ki, 2 saat sənə vaxt verərik, filan dəqiqə sənə vaxt verərik. Yəni, uşaq bu rahat olsun, uşaq narahat olmasın. Məsələn, sizə desələr ki, sertifikasiyanın qaydası dəyişib, siz narahat olarsınız. Sizə öncədən deyirlər ki, filan saat olar, filan qədər sual olar, siz rahat olursunuz. Bu praktiklikdir. Qiymətləndirməni dəyərləndirmə nədir? Siz qiymətlənmə keçsəndən sonra görürsünüz ki, sizdə 5 nəfər 2 alan var, 10 nəfər 5 alan var. Siz dəyərləndirirsiniz. Mən necə eləyim ki, 2 alanların sayı azalsın, onlara necə dəstək verim? Necə eləyim ki, 5 alanların qiyməti sabit qalsın, azalmasın? Demək, siz qiymətlənməni dəyərləndirirsiniz. Yuxarıdakı bütün prinsiplərə əməl etmək isə adlanır məqsədə uyğunluq. Məqsədə uyğunluq hamısını əhatə edirsən, hamısına əməl edirsənsə, bu məqsədə uyğunluqdur. Bizim bugünkü izahımız bu qədərdir. Ümid edirəm sizin üçün faydalı oldu. Mən bunu videosunda yerləşdirməyə çalışacağam. Yenə kimin sualı olsa mənə